Deməli, birinci bucaqlar 60 dərəcəlik bucaq düz bucağın hansı hissəsini təşkil edir? 60 dərəcəlik bucaq düz bucağın. Düz bucaq bildik ki 90 dərəcə. Düzdürmü? Düz bucaq 90 dərəcədirsə 90-da 60-ı deyir. 90-da 60-da hər ikisini 30-a ixtisar apara bilərik. Olur 3-də 2. Birinci testimizin düzgün cavabı. Sonra bir açıq bucağın 5'te 1 hissəsi. Açıq bucağın 5'te açıq bucaq 180'dir. 5'te 1 hissəsi 5'e bölüp 1'e vursam 36. Düz bucağın hansı hissəsini təşkil edir? Düz bucaqda 90. 90'da 36. Hər ikisini 9'a bölərəm. 10'da 4. Hətta bunlar 2'ye də ixtisar gedir. 5'te 2. 2'nin düzgün cevabı. Açıq bucağın 5'te 3 hissəsi 180 böl 5 vur 3. 36 vur 3 108. Düz bucağın altta 2 hissəsinin cəmi. Düz bucaqda 90'da 6'ya bölüb 2'ye vursam 15 vur 2 30. Bunları da toplasam 138. Düz bucaqlı 3 bucağın düz bucaqlı 3 neçə baxırdım? Hə, 4. Düz bucaqlı 3 bucağın iti bucaqlarından biri digərinin 5'te 1 hissəsinə bərabərdir. Biri digərinin 5'te 1 hissəsi demişəm də nə deməkdir? Biri x-dır, biri 5x-dır, bu da 90 dərəcədir. Şu bucağın daxili bucaqlarının cəmi neçə dərəcə olur? 180. 180. Tənliyi həll edirəm. 6x bərabərdir 180 çıx 90, x bərabərdir 15. Bu olur 15, bu da olur 75. Kiçik bucaq, yəni 15, düz bucağın 90'ın hansı hissəsidir? Hər ikisini 15'e bölsəm, 15'e ixtisar gedir, olur 6'da 1. Düz bucağın 3'te 1 hissəsi. Düz bucaq 90'dır. 3'e bölüb 1'e vursam 30. Düz bucaqdan neçə dərəcə kiçikdir? 90 çıx 30, 60 dərəcə kiçikdir. 90 dərəcəlik bucaq açıq bucağın hansı hissəsini təşkil edir? Açıq bucaq 180'dir. 90 ilə ixtisar aparsam yarısı. Yəni 2'də 1, 7. Açıq bucağın 4'te hissəsi. 180'i 4'e bölsəm 45, 3'e vursam 135. Neçə dərəcədir? 135. 7, Y. Daha sonra 8. Açıq bucağın 5'te 3 hissəsi. Açıq bucaq 180'dir. 5'e bölsəm 36, 3'e vursam 108. Düz bucağın 2'de 1 hissəsindən 90 bölü 2 vur 1. 45. Neçə dərəcə böyükdür? 108'dən də 45 çıxıram. 63. A variantı. Düz bucaqlı 3 bucağın 2 bucaqlarından biri digərindən 8 dəfə böyükdür. Yəni bu x-dır, bu 8x-dır və biz bilirik ki, x üstə gəl 8x üstə gəl 90 bərabərdir 180. Çünki üç bucağı daxil bucaqların cəmi 180. 180'dən 90 çıxaram 90, 90'ı 9'a bölərəm 10. Bu 10 olur, bu da 80. Böyük iti bucaq, yəni 80, açıq bucağın 180 hansı hissəsidir? 10'a ixtisar aparıram, 18'də 8, 2'yə ixtisar aparıram, 9'da 4, yəni 9-cu testimizin cavabı A variantı. Və sonuncu düz bucağın 2'də 1 hissəsi 90'ı 2'yə bölüb 1'ə vursam 45. Açıq bucağın hansı hissəsidir? 45 180'in hansı hissəsidir? Elə 45'ə ixtisar gedir. 4'də 1. 10'cu testimizin düzgün cevabı. Bu da C. Bu izaha da bakarsınız.